Bismillahirrahmanirrahim. 458-ci proqramın ikinci bölümünə başlayırıq. Biraz ara düşdü. Bir neçə saat əlbəttə ara düşdü. Qeydaq kitabımızı başlayaq oxumağa. Bugünkü kitab çox önəmli oldu mənim üçün. Onun üçün bunu bir daha yarımçılıq qoymaq istəmədim. Gördüyünüz kimi bu kitab məclisdə saxlanırdı və türkü məcmuəsidir və biz gördük ki, bunun hər səfəsində 1-2, bəzən 1-2 vərəqdə 4-5 şairin adını gördük və bunlardan bir neçəsini oxumağa çalışdıq. Mən fikir edirəm ki, hər 20 səhifədən bir kəlməni oxumağa çalışırdıq, bir şeiri ya 2 şeiri oxumağa çalışırdıq və ən sonunda 40-cı səhifədə bir şeirin üstündə çalışırdıq ki, hər nədən dolayı yarımçılıq qoyduq. Tamam, burada olacağı əgər olsa, bəli, buradan belə bir şeiri gördük, amma axırında Fuzuli gəldi bu şeirin və mən istəyirəm ki, görüm bu əcəba Fuzuli Həzrətinin şeirindəndir, yoxsa o adda yazılmış bir şeirdir. Bunu bir araşdıraq, görək ki, bu nə mənədir. Mən indi burada əgər tapsam bunu, mən deyirdim bu Muhibbinin şeiri olacaq, amma Fuzulinin adına burada yazıldığı üçün bunu qeydirəm tızışdan. Burada bir araşdırma aparım ki, əcəba bu şeir Fuzulidənmi, yoxsa Fuzulidən deyilmi? Əlbəttə burada bir təhanə Fuzul, bir şeirin başında bir şey yazılıb, amma kamil oxunmur. Mən bunu oxuyaq görək ki, bu nədir? Bu beytlər kimdəndir? Əlaməti sualı qoyduq və yazımızı yazaq görək nə olacaq. Pərişan xalın oldum, pərişan ehtimalən halın ola, xalın olubdur. Xalın oldum. Sormadın hal pərişanım. Hal pərişanım. Qəmində dərdi düşdüm. Qəmündən dərdə düşdüm. Dərdə düşdüm. Bu ərəbcədir, deyirəm axı niyə belə yazır? Değişmir də, gələk əl ilə değişdirək. Pərişan xalın oldum. Sormadın hali pərişanım. Qəmindən dərdə silah bunu kollan dərdə düşdüm. Qılmadın
biri dermanım ne dersen ruzigarım nedir sen ruzigarım nedir sen ruzgarım böyle mi geçsin geçsin güzel hanım güzel hanım güzel hanım güzel hanım efendim sevdi kim devletli sultanım. İndi burada mən bu bir neçə saatçı kitabdan uzaq düşdüm. Düşünürdüm ki, burada bu xanım mənası əcəba xanım, yəni müənnəs ərəbcə desək, ya bir qadın mənasındadır, yoxsa bu kəlmələrin bir mənası vardır. Diqqət buyursaz, burada kəlmələrə diqqət eləsək, deyir ki, gözümdən, üzr istəyirəm, hara getdik? Mən qatışdırdım, yenə səfənin nəcr oldu. 40 yox hala. Aha, üstədir. Nə dərsən, ruzigarım, böyle mi geçsin? Nə dərsən? Ruzigarım, böyle mi geçsin? Gözəl xanım. Burada bu xan sözünə diqqət eləyək. Xanım, əcəba burada bir müənnəsi çağırır, bir qadını çağırır, yoxsa bir insan, selamun aleyküm, aleyküm selam əziz dostum. Yoxsa ayrı bir erkək adamı çağırır. Gözəl xanım, əfəndim, sevdicim, dövlətli sultanım. Diqqət buyursanız burada xan, əfəndim, dövlətli sultanım kəlmələri bir-birinin dalısıcan gəldikcə burada ehtimali bu ki, burada xanım bir qadın müraat olsun, bir xanım əfəndi nəzərdə olsun, gözü önündə olsun. Bundan çox bir dövlətli, bir böyük şəxsiyyəti nəzərdə tutur ki, əlbəttə bu mən Mühibbi Həzrətlərinin deyirdim bə şeiridir, amma burada dedi yox, onun üçün bu şeiri yazıram, görüm ki, əcəba bu şeir Həzrəti Sultan Süleyman Həzrətlərinindir, yoxsa yox. Bir-iki beytin bundan daha çox yazacağım. Əsiri dami eşqün kafla olali səndən vəfa görməm səni hər qəndə görsəm əhli dərdə aşina görməm vəfa və aşinalıq tərkini səndən dəva görməm vəfa və aşinalıq tərkini səndən dəva görməm
İndi bu şeirin qalanı eyni odur. Gözəl xanım, əfəndim, sevdicim, dövlətli sultanım. İndi bunun bir üçlükdə burada qoyaq. Gedək şeirin axir beytini yazaq. Axirdən 2 beytini yazaq ki, burada Fuzuli adı bir gəlir. Fuzuli. Niyə oldu bu? Fuzuli şive-i ihsanın ister bir gedayündür. Bir gedayündür. Dürledikçe burada əlbəttə Y yoxdur, fəqət dürledikçe sən ehtimalən burada qələt oxuram, amma oxumağa indi çalışaq. Dürledikçe sən kuyun olanda xaç payündür. Olanda xaçı payündür. Xaç payündür. O birisi beytə geçaq. Gərək öldür, gərək qoy. Gərək öldür. Gərək öldür. Gərək qoy hökmün rayündür. Gene de o güzel hanım dedi burada ve burada şiir qurtarır əlbəttə. Bu şeirin bu düz oxumasına bir baxaq görək ki, kitabı fırlatmışıq yox. Fuzuli şive-i ihsanın əsiri bir gedayündür. Dilədikcə olacaqdı. Dilədikcə sənin kuyun olanda xaçı payündür. Dilədikcə olacaqdı bu. Gərək öldür, gərək qoy hökmün rəyündür. Gərək öldür, gərək öldür, gərək qoy hökmün rəyündür. Gözəl xanım, əfəndim, sevdicim, dövlətli sultanım. Bu şeirlə qurtarır və biz burada bunu yazdıq. Şeirin son beytlərində Fuzuli adı geçir. Əcəba bu şair hançı Fuzuli ola bilir. Belə bir cümlə qurduq və bunu
İstəyirik ki, görək bu şeir kopyalıyaq. Əcəba Fuzulidən ya yoxdur. Bunu əlbəttə bu şeirdən əks də sala bilirik ki, göndərək o görsün. Bu 4 dənə AI'ların hər dördünə də yapışdırdıq. Bunu ki, fərqli anlayışlar olsa, onu biz fərqin anlayaq. İndi kitabın davamına baxırdıq. Gedək kitabın davamını görək ki, davamında bizə hansı şairlər. Gedək 50-ci səhifədən bir şeir görək ki, hansısına düşür, onu oxumağa çalışaq. Bu 50-ci səhifəni gördüyünüz kimi çoxlu su gəlibdi və rəhlər biraz bir-birinə qaçıb və əl yazı da dəyişib. Yəni o əl yazı ki, öncədə var idi, məsələn bu səhifədə var. Diqqət buyursanız, bu səhifə ilə bu birisi səhifənin fərqin əl yazmalarda görərsiniz ki, çoxlu fərqi var. Əcəba bu şeir hardan baxdı? Ehtimalən Güfte-i Fəraqi deyə bir şeirlə qarşılaşırıq. Havai zülfünə irsəm əcəb mi ya xəttilə. Belə bir şey görsənir. Əcəb mi, burada bir və xəttilə görsənir. Xətt. Bu nə mənə oxunacaqdır? Çox bu, indi xətti ki, ələn oxuyuruq, bu fərqlidir. O bölüm bundan daha açıq yazıbdır. Burada kəlmələri həm bir-birinin üstündə yazıbdır, oxumaq olmur. İçində, yəni bir-birinin içində yazıbdır. Həm də ki, bəlli deyil ki, bunlar dəndanədirlər, lamdılar. Onları şeiri oxumalıyıq ki, yavaş-yavaş bunu tapaq. Həqinin nafələr rumə gəlirlər bu əmr ilə. Belə bir şey. Benim izzətli sultanım budur izzü vəfar ilə viqar ilə ehtimal olacaqdır. Benim izzətli sultanım budur izzü viqar ilə gözəllər padişahıymış salınma hər gedai ilə. Salınma hər gedai ilə. Məni mərdum gözüm yaşı ilə göydə. Burada oxumur ya kamilən, bura indi qatışdı yenə də. Məni hər dəm gözüm yaşı ilə güldü tilis tənimi. Bax, burada olmadı. Dəm olur kişi Bağdadda. Bu şeiri oxuya bilmirəm. Gərək bunu fərqli bir zamanda yenə oxuyaq. Görək ki, zorumuz çatacaq oxumağa ya yox. Buradan bir ayrı şeiri çalışaq oxumağa. Yəni həmin 50-ci səhifənin 2-ci səhifəsi, yəni kitabda olur 99-cu səhifə. İlahi, bu şeirin əvvəli haradır? Bu şeirin əvvəli də bura olur, amma görək ki, buradan oxuya biləcəyik. Gəni oldur Gəni oldurnu dürlü naz ilə fəqru zəbun. Yox. Müəzzəz buru bən surur. Gəni oldur
Gedi ol dürlü naz ile müezzez, yürüben surur. Gedi ol nazı kendam, geni ol xubru dilber. Necə qeydlər ol tazə cəvanə, qorqoymuyub haqdan. Necə qeydlər ol tazə cəvanə, qorqmayıb haqdan. Ani qətl eyləyənlər həb xudaya asım و ابتر. İlahi qovmə dünyada ədusun intiqam eylə. Bugün buna bais olanları həlak etsin diyu sərsər. Buna bais olanları həlak etsin buyur sərsər. Necə olur halım çünkim cahan şahinə qeydilər. Necə olur halimiz hətta olar. Necə olur halimiz çünkim cahan şahinə qeydilər. Ayağı tozini cümlə cahan tutar kim? Tutar ikən bər sər. Ayağı tozini cümlə cahan tutar ikən bər sər. Dostlar, burada görürsünüz kitab neçə dana çətinliyə düşmüşük. Bir bu ki, səhifə əyridir. Yəni yazılan şeirlər əyridir. Səhifəni 4 dəfə çevirmişik. İndi ən oxuna biləcək vəziyyətdə başımızı beləsi o üz bu üzə əymək zorunda qalırıq ki, o səhifə ki əyridir, yazılar ki əyri yazılıblar, beləsi yazılıblar, indi beləsidir, baş üstədir. Bunları oxumağa çalışırıq. Bir budur, yəni əgər bunu düzün axtarsınız, gərək beləsi oxuyaq. Beləsi də gərək başımızı beləsi əyri tutaq ki, bu səhifəni indi də beləsi kəcdir, əyridir, beləsi oxuyaq. Bu da daha çox ağır, çətin olur. Onun üçün səhifəni 3 dəfə çevirirəm ki, bəlkə burada biraz az boynumuzu əyaq oxuyaq. İkinci kitaba su gedibdir, rəhlər qatışıb. Üçüncü kitabın üstünə İran Məclisinin kitabxanasının qapısının, girəcək qapısının əksini salıblar. Onun üçün o da düşübdür arxada, kitabın yazılmasını, oxumasını daha zor eləyibdir. Bu da bir illətdir. Və ondan sonra bu əl yazma özü bir fərqli əl yazmadır. Əlbəttə dəyişdi. Orada biraz rahat oxurduq. Burada biraz daha çətin oxumağa. Bir də gözümüz gərək buna adət eləyək. Görək bu nədir? Gedək bir 10 səhifə, o birisi səhifələrdən görək 60-cı səhifədə. Burada bir şey görürəm. Yenə də Fuzulidir, nədir? Belə bir şeydir. Qəzəl Fuzuliyə Bəğdadi. Bəli, Qəzəl Fuzuliyə Bəğdadi 102-ci səhifə. Yəni çox o üzə getmədik 52-ci PDF-də 52-ci səhifədir. Görək ki, burada bunu oxuya bilirik. Hasilim yox səri çuyində bəladən qeyri. Hasilim yox səri çuyində bəladən qeyri. Qərəzim yox rəhi eşqində fənadən qeyri. Ney bəzmi qəmim ey ah nə bulsun ilə ver. Ney şayət də bi ola bilər, amma ney oxunur. Ney bəzmi qəmim ey ah nə bulsan eylə ver. O da yanmış quri cismimdə havadan. Pərdə çək çehrə niyə hicran günü ey qılır sırışk. İndi burada re görsənmir. İhtimalən orada xəttin üstünə düşübdür. Pərdə çək çehrəmə hicran günü ey nəməni qılır sırışk. Ki gözüm görməyə ol mahiliqadən qeyri.
Yetdi bikəsligim ol qayətə kim çürməkdə. Yetdi bikəsligim ol qayətə kim çürməkdə. Getməsə ya kimsə yox çirkinə girdab bəladan xeyri. Getməsə ya kimsə olacaqdı. Kimsə yox çirkinə girdab bəladan xeyri. Nə yatır kimsə bana ateşi dildən özgə. Nə yatır kimi görsənir, amma nə yanır kimsə bana ateş dildən özgə. Nə atır kimsə qapım bad səbadən xeyri. Yüzmə ey mövc gözüm yaşı hubab ki bu seyl. Yüzmə ey mövc gözüm yaşı hubab ki bu seyl. Qomadı heç imarət bu binadan xeyri. Bəzm eşq içrə fuzuli necə ah eyləməyim. Bəzm eşq içrə fuzuli necə ah eyləməyim. Nə tənəddü bulunur nidə sədadan xeyri. Ehtimalən bu şeiri də bir yazıq görək ki, burada Fuzulidən yazıblar. Axırda da yenə Fuzuli deyibdi özü. Görək ki, belə bir şeiri bizə gətirib göstərəcəkmi ki, bu Fuzulidən deyə yox. Bu şeir kimdəndir deyə beləsi açıq qoyaq. Əlbəttə dediyim kimi bu kitab biraz hələ fiilən hasilim yox səri kuyündə bəladən xeyri. Qərəzim yox rəh eşqündə fənadən xeyri. Bu qeyrinin cində yağı düşübdür xəttin üstünə. Yəni bəlli olur ki, bu xəttiləri ki çəkiblər, yazıdan sonra çəkiblər. Onun üçün də düşübdür onların üstünə. Məsələn, bu qeyrinin üstdəki ya, o axırdakı yi, o biraz görünür. İkinci qeyri əsla görsənmir. Bu da mənə bunu sabit edir ki, bu kitab həm su gəlmək, həm də xəttləri ehtimalən bu çərçivələr ki diziblər, bu çərçivələr yazıdan sonra dizildiği üçün belə görünür. Bu değildi. Hasilim yox kuyündə bəladən xeyri. Səri kuyündə bəladən xeyri. Bunu indi belə elədik və burada şeirin gecə qobisinə. Ney bəzmi qəmim ehtimalən bi olacaq, amma ney də oxunur. Mən ney yazımını, ney bəzmi qəmim. Burada ehtimalən su düşübdür, bir şey gedibdir. Şah kimi görsənir ya şey kimi görsənir, o oxunmur, ey qalıbdır. Amma məncə burada bir şey yazılıbdır, üstündə də nöqtəsi var. Ney bəzmi qəmim ey ah, ah nə bul sən eylə ver, eylə ver. Evdə kimidir? Evdə ya da o evdə olacaqdır. Yanmış
قوری cismimdə havadan cismimdə havadan görək acaba bunu biraz pərdə çək çehrəmə pərdə çək çehrəmə hicran günü ey qənlu sırışk ehtimalə məsələn qanlı kimi oxunacaqdı ey qənlu sırışk ki görüm görməyə ol ki görüm görməyə ol mahliqa dil qeyri mahliqadən qeyri beləsi oxunacaq mahliqadən qeyri 7 bi kəsligüm 7 bi kəsligüm ol gayətə kim çürüməkdə çəvirməkdə ehtimalən məkdə beləsi görsənir. Mən də feylən beləsi yazıram. Görək ki, nə çıxacaq. Getməsə kimsə yox çirkinə girdab bəladan qeyri çirkinə girdab bəladan qeyri nə yatır yazıram amma ehtimal verirəm ki bu düz deyil. Kimsə bana yağır ehtimalən olacaq. Nə yağır kimsə bana ateş bağır bana mən feylən bunu bağır yazım. Nə bağır kimsə bana ateşi dildən özgə yağır, yəni bəlkə də yanır olacaqdı, yox. Nə yanır kimsə bana ateşi dildən özgə nə açır kimsə qapım bad səbadən qeyri. Şeirin son 2 beyti qaldı. Yüzmə ey mavc görüm, yüzmə ey mavc, nə oldu, iştibah tutdum. Yüzmə ey mavc görəm yaşı
Hubab bəlkə bu seyl. Mən hubab oxuram, amma burada bir dənə də hubab də ola bilər. Hubab də ki seyl. Qomadı heç ibarət bu binadən qeyri. Bəzmi eşq içrə Füzuli necə ah eyləməyim. Nə təməttü bulunur, nə təməttü bulunur, ni də sədadən qeyri. Burada beləsi bir şeirlə qarşı-qarşıya çıxdıq və soruşduq ki, bu şeir kimləndir? Bu qəzəlin ən başında Füzuli nə yazmışdı, bunu oxuya bilsək? Qəzəl-i Füzuli Bəğdadi. Füzuli başında Qəzəl-i Füzuli Bəğdadi və son beytlərində də Füzuli adı yazılmışdır. Əcəba bu şeir Füzuli həzrətlərindəndirmi? Əcəba bu şeir yayılmış və çap olmuş kitablarda varmı? Bu şeiri araşdırma mərkəzləri tanırmı? Belə bir mətnidə yazılar da bu şeirin haqqında yazdıq. Soruşduq, görək ki, bizə nə cavab verəcəklər. Hər 4 AI-ya da bunu verdik ki, bu haqda bizə axtarış eləsinlər. Əlbəttə Google-ın özü də var. Yəni biz Google-ın özünə də bunu verib soruşa bilərik ki, belə bir şey var ya yox. Əlbəttə Google fərq eləmir. Özü elə əslində heç onu gətirmədi. Google o haqda bir şey gətirmədi. Gedək kitabımızı oxuyaq, görək ki, daha nə olur. Biraz görürsünüz ki, vaxt adam sərf eləyəndə daha yaxşı olur. Qəzəli bibədil də ehtimalən ya bibədəl əmri rəhmətullah taala belə bir adla bu qəzəl davam edir. Amma gedək biz 60-cı səhifədən bir bu şeir görək kimləndir, onu oxuyaq.
biraz xətt dəyişdi, daha gözəl oldu. Yəni əlan bu xətt daha o birisi xəttə görə düzdür. Burada da su gəlibdir kitabın üst tərəfinə, aşağı tərəfində gəlsə də çox bilinmir. Məclisin kitabxanasının başı, qapısının başı burada görsənir, amma hər halda bu biraz fərqli xəttinə yazılıbdır. Çıxmədi haşiyeyi xətti ibad غبار دلبر çıxmədi haşiyeyi xətti غبار دلبر görmədim dində onun gibi bir müşkil bər ya da müşkil yer. Çıxmədi haşiyeyi xətti غبار دلبر görmədim dində onun gibi bir müşkil yer. Dəhəni tənc bənzər diyu sən lalə rüxün. Dəhəni tüncə bənzər diyu sən lalə rüxün. Bağıban xunçəy nورəstələri tar sətər. Əcəba bu nə deməkdir? Atəş ahimə etmərsə təhəmmül səynün. Atəş ahimə etmezse tahammül sinen ey yüzü gül nole bu istiye garlar mi döyer. Ey yüzü gül nole bu istiye garlar mi döyer. Dostlar xane əğyarda mədəd uğramasın. Dostlar xane əğyara mədəd uğramasın. Yoxsa ol şux cəfabişə bəlaya uğrar. Dar dünyada misalinin asılsın əğyar. Dar dünyada misalinin ehtimalen misali bunun adamın adıdır, şairin adıdır. Dar dünyada misalinin asılsın əğyar. Anı cəlladı qəza hər nə bəladisə çəkər. Burada bu şeir qurtardı, misalidir. Adı üstə də yazılmışdı, biraz qorxurdum oxuyayım. Amma aşağıda da misali adı daha geniş yazıldığı üçün ondan oxuduq. Bir ayrı şey Əzmi adında bir şairdən yazıbdı bu səhifədə. Bəni canan ilə bağ içrə nərcis. Bəni canan ilə bağ içrə nərcis. Görəcəksən rəqibə dedi SS. Nə deməkdir bu SS? Səs də qoyubdur. Əlif E ilə oxunur. E səsi ilə və S də sakindir. Bu SS ehtimalən durdur. Bəni canan ilə bağ içrə nərcis. Görəcəksən rəqibə dida dedi. SS dinmə, hissiz kimi. Ehtimalən bu cür olacaq. Bəni canan ilə bağ içrə nərcis. Görəcəksən rəqibə dedi. Sürahi ilə qədəh ağzı bir edib. Sürahi ilə qədəh ağız bir ödüb. Əcəb nə söyləşürlər ola fıs fıs. SS həman bu olacaq. SS and fıs fıs da bu olur. Sabah yeldi günü gülşəndə görüb. Sabah yeldi günü gülşəndə görüb. Gülşdülər gül iləğunçə kiz. Ceyünüb içi hər dəm süb olunca. Ceyünüb də ola bilər. Ceyünüb içi hər dəm süb olunca. Bana yanar yağılır şam-i məclis. Ceyünüb içi hər dəm süb olunca. Bana yanır yağılır yağmaq. Bana yanır yağılır şam-i məclis. Vəhdəti xatiri şad olmaz
oldu. Fərəhdən xatiri şad olmaz oldu. Qəminlə əzmi yeşülə oldu müflis. Qəminlə əzmi mənünlə oldu müflis. İhtimalən ya da burada bu mənünlə olmaz, olmasa məsvilə oldu müflis. Belə bir şeir burada qurtarır. Gedək 70-ci səhifəyə, yəni şeirin kitabın axirinə gedirik əslində, da 70 yoxdur. Axirində düz yazı bölümünə gəlir. Mən istəyirəm ki, bu düz yazı bölümünü oxuyaq, görək ki, bu kitab nə haqdadır. Burada da bir şeirə yer boş qoyublar, amma oxunmur. Sultan Cəmdən bir şeir var. Heyifdir bunu oxumayaq. Sultan Cəmdən bir şeir var. Yenə səhifəni məcburuq dolandıraq ki, eləyə bilək bunu oxuyaq. Nə oldu? Görək bu Sultan Cəmdən olanı oxuya biləcəyik ya yox. Bunun da xətti biraz, yazısı biraz fərqlidir, amma Sultan Cəmdən Zülfün əkim zəhr olur mara qərqə. Zülfün əkim zəhr olur mar əqrəqə. Busə təryakın sıyan ey yar əqrəqə. İhtimalən əğzıqə. Beləsi oxunacaqdır. İhtimalən, amma ərqət oxunur çox feylən. Zikr xeyr olsun duada yad eydər. Zikr xeyr olsun duada yad eydər. Söküb o lə'li şəkər yar. Yenə əqrəqədir, amma ehtimalən burada fərqli oxunur. Əğzimə olacaqdır. Hamısında əğzimə olacaqdır. Çünki əşağıda bu biraz fərqli oldu, amma görək bir dəfə də oxuyarıq. Zikr xeyr olsun duada yad eydər. Söküb o lə'li şəkərbar əğzimə. Ey sənəm qəndi mükərrər yeridim. Ey sənəm qəndi mükərrər yeridim. Ləblərin ərişsə təkrar əğzimə. Gəl yüzün çün gerimədi qacəri. Gəl yüzün çün kərimdi qacəri. Söylər idim yetməsə xar əğzimə. Gəl cəmin adın yad eylə dedim. Gəl cəmin adın yad eylə dedim. Dedi kim? Sığməz bu göftar əğzimə. Əğzimədir. Kəlmələr əvvəldən axıra əğzimə imiş. Onu biz təşxis verə bildik ki, sonunda bura əğzimə olacaqdır. Dostum, fərqi budur sizinlə mənim ki, mən bu kitabı, ya kitabları əlyazma, tarixi kitablar ki 250 ildən ta oyuzə ömrü olan, yəni 250 ildən az aşağı ömrü olan kitabları oxumuram. İkinci bu ki əlyazma olsun. Üçüncü bu ki türk dilində olsun və türk illərində farsça olmasın, ərəbcə olsa önəmli yoxdur, onu da oxuyuruq. Və birinci dəfə bu kitabı tarixdə mən açıram, ən azından, və oxumağa çalışıram. Mənim türkcə dərs oxumamışam, ana dilində dərs oxumamışam, universiteye getməm, mədrəsə, məktəbə getməmişəm, universiteye getməmişəm türk dilində. Özüm bunları oxuram və bu kitablar dünyada bir danadır. Yəni bu xəttdir ki, ələn bu kitabda 2 dana biz əlyazma ilə tanış olduq. Ki,
tarixdə bu 2 dənə təkrar olmayıbdı. Yəni o adam ölüb gedibdi, əl yazması qalıbdı. Amma necə ki o adamın barmağının üstündəki izlər dünyada bir dənə idi, bu yazı da bir dənədir. Bu bir dənədə eybi budur ki, indi bunun çətinliyinin illəti budur ki, kitaba su gəlibdi. O bir tərəfdən İran Məclisi kitabın üstünə əks salıbdı, o da bir ayrı tərəfdən. Rənglər qatışıbdı, silinibdi çox yerdə. Bu da bir tərəfdən. Onun üçün oxumaq çox zor olur. Mən də rahatca çap kitab olsa oxuyaram. Yəni hər kəs oxuyar bunu. Amma bunu bu ki cəsarət eləyəsən, gələsən burada göstərəsən ki, bu kitabı oxumaq zordur. Bu özü bir işdir. Mən hər halda utanmıram, çox da sevinirəm ki, gəlirəm burada live-da ən azından özüm üçün oxuram. Yəni heç kəsə istəmirəm ki, yəni insanlar kitab oxuyan insan dünyada neçə nəfər vardır ki, məsələn. Həm də bu çətin əl yazma kitabları oxuyan. Burada çalışırıq onu göstərək. Sultan Cəmdən zülfün əksəm zəhr olur mar ağzımə. Busə təryakın son ey yar ağzımə. Busə təryakın sün təqdim elə. Ey yar ağzıma. Zikr xeyr olsun o duada yad eyder. Söküb o la'li şeker yar ağzıma. Ey sənəm qəndi mükerrer. Ey sənəm qəndi mükerrer. Yeridim ləblərin erişsə tikrar ağzıma. Gəl yüzün üçün kərimdi qacəri ya qahiri də oxuna bilər. Söylər idim yetmə xara ağzıma. Gəl zəmin adın yad eylə dedim. Dedi kim sığmaz bu göftar ağzıma. Burada şeir qurtardı. Düz yazıya gedək və düz yazını oxumağa çalışaq. Siz də lütfən başlayın. Yəni əgər fikirləyirsiniz ki, bu siz məndən yaxşı oxuyarsınız, mən gəlirəm sizin live-ınıza qulaq asaram. Gedin oxuyun. Yəni məncə ən mühümü budur ki, bu oxuna. İndi bu görək ki, əcəba bu kitabın görürük ortası burada cırılıbdır. Həm su gəlibdir, həm də cırılıbdır. Burada bir dənə də məsələni baş tapırıq. Əcəba bu kitabı İran Məclisi cırıbdır, ya nə? Çünki dedik ki, bu adam, bu kitabı yazan hər kitab, hər səfənin, bunu mən beləsi biraz azaldım ki, görsün. Hər səfənin əşğasında o birisi səhvədə nə gələcək onu yazır normalda. Mən indi bu iki səfədə görmədim zahirən. Amma burada bu kəlmə burada şeir yarımçıq qalıb, yəni bir dənə yer şeir üçün qalıbdır. Sonra gedibdir cümlə naqis başlayır. Andurdükli aləm. Görürsünüz burada bu səfənin əvvəli yenə cırılıbdır. Düzdür, burada 126 bu İran Məclisi vurduğu nömrələrdir burada. Bu bunu göstərir ki, burada da düz yazı cırılıbdır. Burada şeir bölümü qutarıbdır. Düz yazıya giribdir, yəni nəsrə giribdir. Amma burada da görürük ki, bu cırılıbdır. Əcəba bunu indi biraz oxuyaq, bu düz yazıdan görək nə mənədir. Onun dərdü dünli, onundur dünli aləm-i Adəm, hərəm-ü Kəbə-vü Zəmzəm, həmi zillət cahan. Belə şeir kimi bir şeydir əlbəttə, belə bir şey görünür. Burada indi diqqət eləsəz, o dostlarımız ki, YouTube-da canlı baxırlar, yazını görəcəklər, kitabı görəcəklər. Kitab ələn burada oxunması vaqəən zordur. Anundur dükli, dünli aləm-i Adəm, hərəm-ü Kəbə-vü Zəmzəm, həmə zərrat cahan purnur ehtimalən olacaqdır. Hüsn ilə pərtövi, hüsn ilə fərəhbal و طربناک و همه واله و heyran و همه مدح و ثناخوان و همه şakir و subhan. Bu mənə çox tanış gəlir bir yerdən. Mevlana'nın şeirlərinə bənzir. Amma şeir deyil, düz yazıdır.
və çox gözəl başlandı. Amma dedim bunun əvvəli yox olubdu, cırılıb gedibdi. Kitabın əvvəlindən bildik bunu. Bir də dostlarımızın əgər əlaqəsi olsa, kitabın birinci səhifəsinin cildin açanda görürük ki, səhifələr cırılıbdı və bir çox səhifə aradan gedibdi. Ehtimalən bilmirəm, onlar səhifə ola bilər ya bir vərəq ola bilər. Ən azından aradan gedibdi. Yarımçılıqdır. Bir də gəlirik burada kitabın sonuna gələndə görürük ki, burada bu səhifə aradan gedib və əvvəldən bu cümlə naqis gəlib bu səhifəyə. Bu da bunu göstərir. Bu kitab yenə də burada cırılıbdır. Anındır dünlü aləm Adəm hərəm-ü Kəbə və Zəmzəm Həməd bu nə oldu? Həməyi zərrat cahan pərtöv hüsnü ilə fərəhbal و طربناک همه واله و حیران همه مدح و ثناخوان همه شاکر سبحان ایها الناس تعالوا فخذوا آیت ربی صمدوا اعتبروا و اعتصموا نحن الیکم رسول من قبل. Burada qırmızı ilə bunu yazmışdı. Bunu da evet, yaxşı bəlli oldu. Burada düz yazısında sonunda yəni iki yerdən səhifə cırılıbdır və bir düz yazı, qırmızı yazı var. Vaxt eləyəndə kitab oxuram. Mən yəni şey deyil, yəni indi bir də buranı oxusaq. Əyyuhən nas təalu fəxuzu ayət Rəbbi səmədu e'təbəru və ətəsümü nəhnu iləykum rəsulun min qəblü cümlə cəhani bəzədi hüsn əcibi ləkə əqli irəməz ana fəhmi fərasət mütəhəyyir oluban səcdə-i şükrənə edib ayə farkı indi o əl yazma ilə bu əl yazmanın fərqini görürsünüz ki, burada adam mən ən azından rahatca oxuya bilirəm. Orada biraz zor idi. Cümlə cəhani bəzədi hüsn əcibi ilə ki əqli irməz ana fəhmi fərasət mütəhəyyir oluban səcdə-i şükrənə edib ayət. Burada indi bir rəng ilə yazıb ki, o rəng gedibdir. La ilmə ləna oxunacaqdır. Ehtimalən sarı rəngi ilə yazılıb, amma zaman içində bu kitabın ömrü 400 ildən çox olar ehtimalən. Ehtimalən deyirəm, çünki hələ bir dəlil tapmamışıq ki, bu kitab hangi zaman yazılıbdır. Onu axtarıb tapacağıq ki, bu kitab hangi zaman yazılıbdır. Amma bu kitabın gördüyümüz kimi şeirlərin, şairlərin adları müxtəlif rənglərlə yazılıb ki, sarı rəng aradan gedibdir. Burada da onu görürük. La ilmə ləna xətm edər çün besəd ikram ki nə xoş can و جهاندر که هویدا و نهاندر سمد و لم یزل و پادشهی کون مکاندر ki xitab çən xitab kün ilə kün Quranda ayədir. Yenə burada əlbəttə rəngli yazmayıb, səsini də qoymayıbdır, amma biz oxuyarkən bunu təşxis verə bilərik ki, bu Quran ayəsidir, yoxsa məmuli sözdür. Oradan üçün xətm edib edər çün besəd ikram ki nə xoş can و جهاندر ki hüveyda و نهاندر سمد و لم یزل و پادشهی کون و مکاندر ki xitab kün ilə ərz و səmavat ədəmdən gətirib cud و vücud ilə müşərrəf qılubən Adəm üçün məskən و məvay lətif etdi و eşq ilə gönül mürğünə verdi ғəm canan necə غم kim dünlü şadi aləm üçün qə. İndi burada Cığatay çox işlənir. Mən Cığatay yazılan türkləri, Cığatayın ləhcəsi ilə yazılan kəlmələri indiki kimi oxuram, amma burada da məcbur qaldım ki, oxudum, düz oxumağa çalışdım. Necə غم kim dünlü şadi aləm üçün qə المز آن اهلی olan aşık dildadə افتاده آشفته آلفته سودا زده بی سر و پا kim سرورüz
Sərvər üz xaç kəfi payı bəni sərv və qəd. Nəbi olacaq bu ehtimalən. Sodazədə bی sər و پا kim سرو زر خاچ کف پای نبی سرو قد قدی ماه رخی سیمبری خور وشی لب شکری یار خوش دی و فراغ eylədi ey yar همه اسباب cahəndən ki budur biraz su tökülüb biraz daha görsənmir amma çalışacağım ki cahəndən ki budur خاصیتی عشق کمی ساز و جهانسوز و سرافراز و دلفروز و budur تخت وجود o üzrə celal حق مظهرینه اگر عشق نبودی به cemalش که رسیدی bu qırmızını farsçanı qırmızı yazıbdı Türkçələri ayrı qəri ilə yazır normalda o Quran ayələrin ayrı rəngini yazır və burada bir də fars cümlə yazdığı üçün onu qırmızıca yazdı Dilfəruz budur təxt vücud üzrə celal حق مظهر ki اگر عشق نبودی به جمالش که رسیدی budur واسطه خلقت عالم غرض از رفعت آدم سببی موهبت خالق رحمان İmdi ey aşık sadık gələ həmraz olalım İmdi ey aşık sadık gələ həmraz olalım Bülbül-i xoş ləhcə ki bi şərh-i qəmi dilbərə ağaz edəlim ta ki nələr o idi ta ki nələr idi hicrandəkini bu tən azürdəyi زارد دل آشفته بی صبر و قراره جلخی کاشف اسرار اولالم یار وفادارımız ol غل من بیچاره دل خسته پابسته bir dilbər leyli vəşi xəncər kəşə aşıq köşü aşub cahan neçə zaman çuh ilə neçə zaman çuh ilə hamunə düşərdi mən divanə dəxi ahçınan nərəzənan sinəmi çak eyliyibən xaç kəfi payini məcnun gibi hərdəm gözdərdim pey dərman ki çəkəm dideyi غم دیده o kühlü cəvahirdən o asudə və fariq olamayı aşık həm ey aşık həm dərdi ki fərd olmaq üçün mərd olubən çeşmi tər o çehreyi zərd ilə gələn nimət o eyş و طرب و ذوق صفایی رخ و مقصودی bulur kimsə bu çelişk edemez kimsə olmadı. Safayı ruh məqsudi bulur kimsə bunun ləşin edemez kim xəbər-i seyyid lola ki durur bu. Burada bir şey bu gülşək ola bilər, gülşək. Gülşən oxusaq daha yaxşı olacaqdı. Şeylə yazılıbdı. Bir də oxusam buranı. Zərb ilə gəlin nemət-ü eyş-ü tərəb-ü zövq-ü səfayı ruh məqsudi budur. Kimsə bu gülşən edəməz kim xeyri xəbər-i seyyid lola ki durur bu. Burada yenə də biraz su çox tökülübdür ki, ehtimalən oxumağında zor çəkəcəyik. Ki biyabanda etsəm dərdlü dam əfənd Əhmədi ki biyabanda etsəm
derdlü dam Ahmedi یا چه رأس جبال اوره جلسیم صد و ببر و پلنج و اسد و ببر و پلنج و ایله گمو وحش و طیور ایدی یا ben فارغ idim cümle cehandan ki xiyali ruh canan beni almış idi ya fikri seri zülfünde bu dane gönül kalmış idi. Ehtimalən bir danə də oxuna bilər, bu oxunur çox. Bu danə gögül qalmış idi, bi xəbər u bi əsər u valeh u heyran. Gəlibən aqibətül əmr səri çuyini məskən tutubən kəlbi gibi, kəlbi iti, kəlbi gibi nalə və əhəm tokuz nalı ve ahum tokkuz aflaça irirdi. Zira bu eşk cehansuz u cigerduz u durur kimse buna sabr edemez. Ben bi haddi edemez. Burada deyir ki, ilə axər elə bir şey qurtulacaq. Yəni buna səbr edəməz ben bixəndə و ولی آخر bixəndə ben و veli آخر. Burada bir Quran ayəsi ehtimalən olacaqdır. Sarı rəngi ilə yazıb, amma oxuya bilmirəm ki, nə ola bilər. Fərrəxəllahu oxunmur, yəni kamilən silinmək kimi olubdur. Hər nə mənədə oxunmur. Olu bəndə azadə edibən qıldı tərəhhüm bana olşah. Dinlə ey yar ki bir gecə benim dilbər dildarım ilə necə visal oldu müyəssər, necə səvad ardə, necə sevda zədə qıldı bəni ol zülfü müənbər şəhi sərvər məhi dilbər. Necə oldu məni biçarə yə qəmxar qədi ə'la xədi والا necə bala ana həmta görəməz mehri səma bədri dəca bir həmə cadur həmə dövran. Başımı ceybi təfəkkürdə edib bir gecə heyran و pərişan dumandan ki əcəb bula bənim halım ol ruh rəvani. Necə görübən nidə yen ahu fəqan eyliyübən ləccəyi ümman gibi olmuş idi benim gözlərim və eynimə gəlməz idi. şaha خواب xiyaliydi bana cümlə cahan aqibəti kar. Nəzər etdim ki benim başıma gün toğdu و ben heyrətə vardım. Burada yenə bir ayə yazıbdır. Sarı rənginə silinib gedibdir, oxunmur. Biraz da uzun olmuş, amma təəssüflə kitab əldə olsa bəlkə işığa beləsi o yüzbüzə çevirməklə adam eləyər bunu, bu ayələri oxusun. Sarı rənginin olduğu getib, ehtimalən qızılla da yazılmış ola bilər. Çünki bu bölümlərdə hər yerdə ki mən dururam, orada bir gül çəkibdir və o gülün içində rəhliyibdir. Hər gülün də özünə görə bir ayrı rəngi var. Çə əcəb benim şaban tələt خورشید منیر. چه عجب بنم شبان طلعت خورشید منیر. ای ملک العرش ندر دو شمینی bu واقعی نه درده düşmüş ki
Bir de çe acab benim şaban tal'at خورشید منیر ای ملک العرش nedir düşen ki bu vaqiyi bül'ecebi yoksa benim bəxti perişanım uyandım kimi ki ya Rab ne acab hikmeti yazdın hatif gaybiden ahir bunda bu hatif gaybiden ahir bu nida geldi ki abşir be vesal semmil metlebi. Bu da ərəbcədir, qırmızı yazdığı üçün qalıbdır. Abşir be vesal semmi, ehtimalən sənəm də oxuna bilər. Əl-mətləbi ey aşiq miskini xoş. Əlbəttə bu ayə deyil, ərəbcədir. Abşir be vesal sənəmi ey mətləb. Ey aşiq miskini xoş و şad ol ki دمی وصل غنیمتدür و دمی وصل غنیمتدür ol مقصد اقصا که قمر طلعتine رشک eder و مهر منیر آندن utanıp yüzü yerde müteaccip oluven oldu o veçhi hüsne caniyle meddah. Bana rahmeyliyi ben kıldiş müşerref sözü گو سازی جتر سوزی جتر شمع شب افروزی جتر dedüci vakten dedim ey ruh mukaddes nefesün İsi Meryem ki bir can verdi bana şad olasan bی غم و آزاد olasan ben yine de من شمع شب افروز نگاری görüben çünkü غلط oxuram ehtimalən buranı. Çünki o mən ki oxuram o ehtimalən Cığatayın şeyləridir. Gərək onu fərqdən, o tazaşdan oxuyayım. Nəfəsük indi bunları şey kimi oxuyayım. Cığatay türkçəsi kimi görək nə olar. Necə olur? Baqa rəhm eyliyi ben qıldı müşərrəf sözü qov sazı getür şəm-i şəbəfruzi getür dediyo ki dedüci şəm-i şəbəfruzi getür dedici vakten dedim ey ruhi müqəddəs nefesük İsi Meryem ki bir can verdi baqa şad olasın biğem و azad olasın ben bendeyin şem-i şebefruz nigari görüben çünkü odur kövkəbi taban gül çəkibdi eşidib sözümü ol can cahan qıldı təbəssüm gəlibən yanimə çox məkrəmət etdi bəni sodazədəyi çün sayə ayağına düşüb bəni sodazədə çün sayə ayağına düşüb ol kişing zərrəcə lütfinə ol kişinin olur bu da ol kişing zərrəcə lütfi yenə mehrilə gətirdi bəni ol xaç məzəllətdən və dedi dəli ölmə dedim ey nə əcəb məkrəmət etdin mənə aşuftəyə ömrüm dedi orada da bir gül vardı dedi şimdən geri غم çəkmə ki ay əyyam fərəh gəldi yo getdi ələmi dərdi ki çəkdün dedigüm dəkdüm dedi şimdən geri
Şimdən geri qəm çəkmə ki, əyyam fərəh gəldi o getdi, ələmi dərd çəkdün, dekdüm əlbəttə, dekdüm bi səbəbi çox, dindüm ehtimalən, dindüm bi səbəbi çox səbru təhəmmüllü imiş, sən dedi, səbr-ü təhəmmül imiş sən, dedi, qol saldı benim boynuma, dedi, qol saldı benim boynuma, gəl dedi, bu beytül həzəni tərk edəlim, fəsl bəhar oldu o gəldi, gülü gülzar u təmaşa qənimət biləlim, eyləmə əfğan, salacaq boynuma ol saidi siminini, dedim kim acaba bu məhi nov mi ki, dedim acaba bu məhi nov mi ki, fələkdən ənübən, gərdənimə toq olubən, qıldı müşərrəf ki sənin, çuy nigari qılə mümtaz qalanlardan etdi, nə turursən, gələ seyran edelim, canib bağa gedelim, gəşt gülüstan edelim, aşık miskin. Dedim ey can u cahan, bağı cinan, sən gələlə, sünbül ilə, nərcis ilə, sərv-i xəraman, gələ bağı cahani, yenidə, bəhrəsi yox, çehrəsi yox, kakülü yox, didə-i pürfitnəsi yox, qamət-i canpərvəri yox, şah-ı cahan, kön məkandır həmi an, az dili can, çərx zənan oldu sana bənde-i fərman. Çox gözəl. Bunu mən bir yerdə bunu oxumuşam kitabların birində. Bu 900-ə yaxın kitab ki, buradan oradan buradan oxumuşuq o kitabları. Onların birində buna yaxın bir şey oxumuşam. Amma bunu indi tazaşdan qeydib ya yazmalıyam ya da oxumalıyam. Bu aylar bunu yığalar bizim üçün, bunu deyələr görək ki, bu hardan gəlibdir. Çox cəlib bir şeydir. Bu durur xasiyyəti, səbr-u sibat, ey dil aşufdə, eşit, qul biyabani ki, məani həmə cəm olacağız alver əhval, məani həmə cəm olacağız alver əhval, muradat و saadat و anın şimməsidir bəhr-i təvili ki, burada bir ehtimalən farsca ya bir ayrı dildə yazıbdır, əgər oxuyabilsəm qırmızdır, amma bu post و çarəş, bu 24 fəalatun, bu post و çarəş fəalatun durur و dur لعالی bir بحر içrə durur, cümle sıfatından olubdur. Burada bir ərəbcə yazıbdır. Sarı rəngindən ayəyə bənzir, amma kamil oxunmur. Əgər eləyə bilsəm, biraz oxuya bilsəm, o bizə əxşirəm ki, görüm, amma oxunmur. Allahu əla kəlmə silinib orada və kəsirun və salla və səllim oxunmur. Bəha ələl haş kana əşirən və nəbiyyən ehtimalən olacaq, oxunmur. Oxuya bilmədim. O zamandan bəri kim
پرتو و نوری نبلیدن همه ارواح ظهور. Həmə ərvah zuhur etdilər, ol iki cahan sərvərinə, az dil can müttəsila, hər biri bir mədh-u sənaxan. Kitabın yap sonudur və şeirlə qurtarır. Əlbəttə burada bir şey başda yazıbdır, amma bu şeir kimdir, nə üçündür? Bu uzun bir şey yazılmışmış, oxunmur. Nə deməkdir? Bəlkə ayədir, bəlkə bir ayrı bir şey orada yazılıb, oxunmur. Bu eşq məcazın qəmi hicranınə lənət. Bu eşq məcazın qəmi hicranınə lənət. Dünyada və uqbadəki xusranınə lənət. Ərbab qəmin naliş və əfqanınə lənət. Dilbərlərinin vədə ihsanınə lənət. Bu qeyrilərə etdikləri peymaniyə lənət. Yox yerlərə etdikləri peymaniyə lənət. Bu taifənin gerçək yalanınə lənət. Başdan bunu icad edənin canınə lənət. Əcdadınə və əslinə ərkanınə lənət. Kitab qutardı. Əlbəttə nəzərə gəlir ki, burada kitab qutarıbdır. Niyə qutarıbdır? Məncə qutarmayıb. Kitab burada cırılıbdır. Kitab cırılıbdır. Qalanı var. Bu şeirin qalanı var. Yəni kitabın qalanı var. Amma burada diqqət buyurun. Kitabın bu yazının dövrəsində, tamam yazıların dövrəsində, səfələrin dövrəsində çarçivə var idi və çarçivə 3 dana cizgi ilə çizilmişdi. Birinin arası 2 milimetrdir, o birisinin arası 1 milimetrdən az idi. O əvvəldəki 2 metri də qızıl rəngi ilə, yəni farsça təla, Türkiyədə desək altın rəngi ilə bunu rəngiləyiblər. Yəni çox bahalı bir kitabdır əslində. Amma əgər diqqət buyursaq, bu son səfhədə ki baxdıq, bu kağız ki cildə yapışıbdır, gətiriblər bunu salıblar bu səfənin üstünə və bu səfənin o çarçivəsinin üstünə və yazının üstünə də düşüb hətta. Yəni çarçivənin üstü örtülüb heç, geçibdir yazının da üstünə düşüb. Bu bunu göstərir ki, kitab cırılıbdır. Burada da görsənir. Əgər diqqət buyursaq, onlar iki dostlarımız ki YouTube'da canlı baxırlar. Burada mən yazının, kağızın cırılan yerin göstərirəm ki, burada kağız cırılıbdır. Bir ayrı kağızı, yəni desək ki, indi kartona bənzər çox qalin bir kağızı gətiriblər, yapışdırıblar cildə, sonra bu kağızı gətiriblər bu səfədən cırıq olan yerə yapışdırıblar ki, bunu bir kitab eləyərlər. Yəni, kitabın qalanı da cırılıb. Bu da bunu görsək, kitab ən azından 3 yerdə cırılıbdır. Biz bunu burada gördük. Amma mən indi qeyd edəcəm, bu şeyi ki, oxuduq, qələtdən, qulətdən bunun sonu 5 səhifəni, yox 5 səhifə də deyil, çoxdur. Neçə səhifədə oxuduq? 1, 2, 3, 4, 5, 6. 6 səhifədir. Bu 6 səhifə mənim çox xoşum gəldi. İstəyirəm ki, bunu AI-a oxuyayım, amma AI icazə verməyəcək oxuyaq. Çünki mən eyni zamanda fəqət bir dənə səs mikrofonum var, 2 mikrofonum yoxdur. İlla ki, bunu açam, ən yaxşısı budur. Telefonda AI-a açsam və orada zəbt eləyəm, səsi oxuyam, orada qalsın, görüm, əcəba burada buna zəbt eləmək olur, bəli, bunda eləmək olur. Mən əcəba burada icazə versə, burada elərəm, zəbt elərəm bunu. Buradan bu yüzə dırnaq altında yazmaq zorunda yox, çünki istəyirəm burada görək ki, bu yazılar hangi kitabdandır və hangi zaman yazılıbdır. Biraz da yavaş oxuyacağım ki, sən bunu sonra ərəbcə, mənə ərəb əlifbası ilə mənə bunu yazasan. Başlayırıq. Anın dərdükli aləm Adəm, hərəm-u Kəbə və Zəmzəm, həmə zərrat cəhan pərtöv hüsnü ilə fərəhbal و tərəbnak و همه واله و حیران و همه مدح و مداح و ثناخوان و همه
شاکر سبحان. ایها الناس تعالوا فخذوا آیت ربی صمدوا اعتبروا واعتصموا نحن الیکم رسل من قبل. جمله جهانی بزدی حسن عجیبی لک عقلی ایرمز آنگ آنا فهم فراست متحیر علبن سجده شکرانه ادب آیت لا علم لنا ختم دب ادر چون بسد اکرام که نخوش جان و جهاندر که هویدا و نهاندر سمدو لم یزلو پادشهی چون مکاندر که خطاب چون ایله ارض و سماواتی عدمدن گترب جود وجود ایله مشرف قلوبن آدم چون مسکن و معوای لطیف دی و عشق ایله گجل مرغنه وردی غم جانان. necə غم kim dükli şadi aləm çoğğa المرانی اهل olan عاشق دلداده افتاده آشفته آلفته سودازده بی سر و پا کیم سر و زر خاک کف پای نبی سرو گدی ماه رخی سیمبری خور وشی لب شکری یار خوش دی و فراغ ایلد ای یار. همه اسباب جهاندن که بدر خاصیتی عشق چمی ساز عشق چمینی ساز و جهانسوز و سرافراز و دلافروز بدر تخت وجود üzre celali hakkı mezher ki eğer eşk nebudi be cemalش چه رسیدی. bu durur vasıteyi خلقت عالم غرض از رفعت آدم سببی موهبتی خالق رحمان. imdi ey aşık sadık cele همراز olalım. بلبل خوش لحظه که بی شرح غمی دلبره آغاز دلم تا چه نلر ایلد هجران دیگنی بوتن آزرده زاره دل آشفته بی صبر و گراره جلاخی چاشه و اسرار و لالم. یار وفادارımız olgıl من بیچاره دل خسته پابسته بیر دلبر لیلی وش خنجرکش عاشق چوش آشوب جهان نچ زمان چوهله هامونه düşerdi من دیوانه دخی آه چنان نعره زنان سینمی تا چیلی بن خاچ چپی پایینی مجنون gibi her dem göz derdüm بی پی درمان که چکم دیده غم دیده اول کهل جواهردن و آسوده و فارغ اولام ای عاشق همدردی که فرد olmak için مرد olben çeşmi ter و چهره زردیل gelen nimet و عیش و طرب و ذوق و صفایی رخ مقصودی bulur kimse bu gülşen edemez kim haberi seyyid lola ki durur bu çe biyabanda etsem derlü dilim idi ki ra'si cibali üzre جلسم اسد و ببر و پلنگیله گمو وحش طیوری ایدی یا ben فارغ idim cümle cehandan ki xiyali ruh canan beni almış idi ya fikri ser zülfünde bu dane gönül
bir dane gönül qalmış idi, bi xəbər u bi əsər u valih heyran, gəlibən aqibətül əmr səri çuyini məskən tutubən, کلبی gibi nalı و ahım 9 افلاکه irərdi zira bu eşq cahansuz و cigerduz durur kimsə buna sabr edemez beni bi xende yeno veli ahar. Burada bir Ərəbcə yazıb oxunmur. Olu ben bende azade edü ben kıldı terəhhüm bana ol şah. Dinle ey yar ki bir gecə benim dilbər dildarım ilə necə visal oldu müyəssər, necə sövda zədə qıldı bəni ol zülfü müənbər şəhi sərvər məhi dilbər necə oldu məni biçarəyə qəmxar qədi əla xvi vala necə bala ana həmta görəməz مهر سما بدر دوجا bir همه جا dur همه dövran başımı ceybi təfəkkürdə edib bir gecə heyran و pərişan idim ondan ki əcəb bula benim halim əcəb bula benim halim ol ruh revani necə gör ben nedeyin ahu fegan eyliyi ben lücce-i umman ki olmuştu benim gözlerim o eynime gelmezdi şaha خواب خیال ابدی bana cümle cihan akıbeti kar nazar ettim ki benim başıma gün toğdu o ben heyrete vardım. Burada Ərəbcə bir şeyler yazıbdı. Oxunmur. Çə əcəb benim şəban tələt xurşid münir ey Məlikül Ərş nədir düşməgi bu vaqi'i düşümni bu vaqi'ə bul əcəbi bu yoksa benim bəxt pərişanım uyandım ki Ya Rab ne acab hikmeti yazdın hatif gıybden ahir bu nida geldi ki abşir be visal senemil metlebi ey aşık miskin خوش و ساد ol ki şad ol ki demi vesl ganimettir o ol maksad aksa ki gemer tal'atine reşk eder ve mehr münir andan utanıp yüzü yerde müteazzip olu ben o vatsi hüsnü can ile meddah bana rahmeyliyor ben kıldım şerref sözü go sazı getür sözü götür şem-i şebefruzi getür dedici vakten dedim ey ruhi müqəddəs nefesün İsi Meryem kimi can verdi bana şad olasan biğəm و azad olasan sen ben bendeyin şem-i şeb افروز nigari görüben çünkü odur kövkəbi taban eşidib sözümü ol can cahan kıldı təbəssüm gəlibən yanıma çox məkrəmət etdi bəni soda zədə cün bəni soda zədə çün sayə ayağına düşüb ol kişinin zərrəcə lütfi yenə mehrilə gətirdi bəni ol xal məni ol xal ki məzəlletdən o dedi deli olma dedim ey meh ne acab məkremet etdün mənə aşufteye ömrüm dedi şimdən geri غم çəkmə ki əyyam fərəh gəldi o ciddi ələmi dərd ki çəkdün dindim bi
səbi səni dendim ben seni çok sabru tahammüllü imişsen dedi, kol saldı benim boynuma gel dedi. Bu Beytül Hazeni terk edelim. Fasl bahar oldu o geldi. Gülü gülzaru temaşaya ganimet bilelim. Eyleme Afgan. Salacak boynuma ol said simini dedim kim acaba bu mehi no mi ki bu nehi bu mehi no mi ki felekten eni ben gerdenime toğulu ben kıldı müşerref ki sen çuy nicari gülle-i mümtaz kılanlerden etti. Nicari qılə mümtaz qılanlardan etdi. Nə turursan gələ seyran edelim. Eydat buradan hardan sonra dahi yazmayıbdır. Bu qədər mən fikir edirəm ki, görər bunu yazdı. Məncə bu mətn sizin oxumaq istədiyiniz şəkli ilə Ustad Osmanlı Türkçəsi ilə yazılmış bir aşıqanə məsnəvi ya məsnəvivar müqəddəmədir. İçində Ərəbcə, Farsça və Türkçə ibarətlər bir aradadır. Amma bu dəfə bir müşkül var. Sizin oxumaq və verdiyiniz mətnidə çoxlu sözlər tam aydın eşidilmir. Mən oxudumşam, o da deyir ki, kamil eşidilmir. Hər halda bu qədər mənə də belə gəlir ki, bu kitabı mən bir yerdə oxumuşam. Bu son 6 səhifəni bir ayrı kitabın müqəddəməsidir. Onu götürüblər, qoyublar buna. Əslində bu kitabın müqəddəməsi olacaqdı. Yəni o əvvəldə cırılan yer burada olacaqdı. Amma bunun da əvvəli cırılıbdı. Mənə belə gəlir. Geçsək, əgər burada bu şeirin axiri beləsi qutarmışdı. Görək orada gəlir ya yox. Baştan bunu icad edenin canına lənət, əcdadına və əslinə ərkanına lənət. Acaba əvvəldəki şeir buradan başlayır? Yox. Buradan başlanmış çünki ayrı bir şeirdir. Bin mübtəlayı mehnətlə bir dəm oldurur. Dilbər mülayim olacaq adam öldürür. Künci visali talibini ejdeha sıfat ol xalqa zülfi xam əndər xam öldürür. Yox, bu o deyil. Amma elə ehtimalən bu müqəddəmə olacaqdı bu kitaba. Hər halda beləsi bir vəziyyət gördük. Umaram ki xeyirli olsun. Mən bu kitabdan ləzzət tapardım. Və burada əlbəttə ki, indi bura görüm neçə dəqiqə, 1 saat 38 dəqiqədə ikinci bölümü başlamışıq bunun. Mən bunu, bugün buna bir şeylər yazdım, verdim. Bunu oxuyaq, görək ki, nə yazır. Normalda bu ChatGPT daha rahat yazır, amma mən məmulən bu şeydən də oxuyurdum. Yəni, bunun adı demək, bu əgər ərəbcə yazsaydı bunu oxuyardım. Çünki bu danışqahançıdır. Amma farsça yazıbdı bu. Burada bununla bunların fərqləri. Diqqət baxın. Bunu da gedək əvvəlinə. Burada əvvəldə deyir ki, Sultan Süleymanın şeiri deyə yox, onu soruşmuşam. Yazıb ki, bu gözəl və dəyərli əlyazma haqqında verdiyiniz aydın və dərin bilgilər üçün çox təşəkkür edirəm. Məclis Kitabxanasının qarışıq və uzun sürə tarixi su izləri və watermarkləri və yazılan bir-biri içinə gizlənməsi tədaxül, yazıların bir-birinin içinə girməsi tədaxül kimi qaynaq nişanları çox ustacasına təsvir etmişsiniz. Gətirdiyiniz misralar və bu gözəl şeirin kimə aid olmasına gələndə, yox, bu şeir Qanuni Süleymana mühibbiyə deyildir. Sizin gətirdiyiniz bu dil
ləhn və səmimiyyət Osmanlının ilk dönəmlərində və ya Azərbaycan klassik ədəbiyyatında xalq dilinə yaxın yazan, aşiqanə və dərdən dolaraq nə mənə deməkdir, dil açan böyük bir şairə aiddir. Bu təxmis və ya şeirin əsli təxmiş yazıb, təxmisin və ya şeirin əsli Osmanlı şeir məktəbindən ən parlaq və cəzəbinəsi olan şairlərdən biri, yəni mühibbi təxəllüslü Sultan Süleymandan deyil. Bu hər halda bu İstirdəşin Sultan Süleymandan deyir. Amma bu nədir? Bəli, o dövr Misrə Sultan Süleyman Qanuninin, yəni bu dövr Misrə Sultan Süleyman Qanuninin və təxəllüsü şairanə şey mühibbi bu, nə mühibbilə, mən mücibbi yazmışdım, onu düzəltməyə çalışıbdı. Mühibbi, nə mücibbi, Ləsər Çavəkani Nuvəssaravə ki, Süleyman be Farsi və Türkçe şeirdə bunları belə bir şey deyibdi. Bu çimə Süleyman nə deməkdir? Türkçəsində calib, əcib yazır bunu. Beyti dəsəbkini, cəlisi xəlvətim varım, həbibim mahi tabanım, ənisim məhrəmim varım, gözəllər şahı sultanım. Bu şivə ki, Nasira və Təvaki şair Süleyman Mühibbi beyt həman dəqlə bunu beləsi yazıb, baş tapmadım nə yazıbdır. Mən bunu gərək yazam, deyəm ki, bunu buradan kopi elirəm, qoyam axirinə, deyəm ki, bunu şeycə yaz, farsca yaz, görək ki, bu yazsa nə olar. Yəni, lağəl farsca yazsa baş taparam kimi yazıbdır, amma bu Kürd kimi bir şey yazıbdır. Copy. Sizin yazını oxuyabilmədim. Mən sizin yazını copy edip burada paste edirəm. Əgər imkanın olursa aynı mənim yazdığım kimi yaz. Əgər imkanın olursa aynı mənim yazdığım kimi yenidən yaz. Tamam. Nöqtə və öz yazısını burada qoyaq. Görək ki, Güney Azərbaycan türkcəsində və ərəb türk əlifbası ilə yaz lütfən. Görək nə deyəcəkdir. Əgər bunu yazsa çox yaxşı olar. Yenə də həman hərfinə yazdı, amma sonra dəyişdirdi, farsı yazdı. Bəli, ləxarə və həman bəli, ləxarə və həman mənabə Güney Azərbaycan türkçəsi və B ərəb türk əlifbasıda nevisəm. Ehtimalən Kürtcə kimi yazır. Bəli, əvədü, mən oxuya bilmirəm bunu.
Bunu görüm edit eləyə bilsək, deyək ki, report eləyim ki, sən türkcə yazmırsan. Bəlkə Kürtcə ya da Kürtcə olur zəhrimə nəzərimə yazırsan. Lütfən copy paste etdiyim sözləri farsça yaz. Görək ki, yazacaq ya yox. Yazmadı. Türkçə yazmadın. Bəlkə ehtimalı çoxdur ki, Kürtcə yazdın. Lütfən Türkiyə türkcəsi və Latin əlifba ilə yenidən copy paste etdikləri yaz. Görək ki, nə deyir, əgər yazsa. Əlbəttə, aşağıdakı Türkiyə türkçəsi və Latin əlifbası ilə yenidən yazıram. Evet, o iki misra Sultan Süleyman Xan'ın yazıbdır. Kanunidendir və şair olarak kullandığı mahlas muhibbidir. Mucbi değil. Kaynaklarda Süleyman'ın hem Türkçe hem Farsça şiiri yazdığı ve bir divanı olduğu belirtilir. Neden bunun Süleyman olduğu düşünüyor. Başlangıçtaki şu beyt Celisi halvatim varım Habibim mahi tabanım ini enisim mahremim varım güzeller şahı sultanım. Yaygın biçimdə Sultan Süleyman'ın muhibbi mahlaslı şiiri olarak bilinir. Aynı metin kaynaklarda Hürrem Sultan Süleyman şiiri olarak da geçir. Mucibi hakkında not. Muciblə işimiz yoxdur. Kısa cevap. Eğer bu misralar aynı beyt ise büyük olasılıkla Sultan Süleyman Kanuni'ye muhibbi aittir. Burada dedi ki muhibbinindir. Bu dedi ki muhibbinin değil. Gedək buna baxaq. Bu görək nə yazdı. Sizin verdiğiniz misralar çox mühüm bir iz və izütüdür. Bu şeirin başlanğıcı Perişan hal oldum
sormadın halı pərişanım. Qamindən dərdə düşdüm, kılmadın tədbiri dərmanım. Nə dersin ruzigarım, böyle mi geçsin güzel hanım? Gözüm canım, efendim, sevdiğim devletli sultanım. Bu şeir bugün əldə olan divan və məcmuələrdə Fuzulinin də yazıb ki 1483-dən ta 1556-yacan ömr eləyibdir. Məşhur Mürəbbə şeiri olaraq tanınır və təqribən bütün nüsxələrdə onun adı ilə qeyd olunur. Amma sizin əl yazmanızda oxuduğunuz şəkildə bir neçə fərq var. Nə mənə fərqlər yazılıb onu görək. Çərişan halk oldum. Pərişan halkı mən iştibah ehtimalən yazmışam. Yerində əsli nüsxədəki pərişan hal oldum yazılır. Sürümdün yerində sormadın. Bu sörmədin beləsi yazılıbdır kitabda. Düz yazmışam, onu düz deyir, olmalıdır. Qəmindən yerində qamindən doğrudur. Bu da düz deyil. Qəlmədün yerində qılmadın. Bu da deyil. Qəlmədin. Bu da düz yazmışam. Sevdiğim yerində sevdiyim. Yox, belə deyil. Elə sevdiyim yazılıbdır. Burada həm Osmanlının mən çox əyilmişəm bu yüzə zahirən şeydən də çıxmışam eşiyə. Burada dedik ki, şeirlərdə Cığatay ləhcəsinin Cığatay Türk dünyasının elmi, ədəbi, siyasi, hüquqi, dini, fəlsəfi düşüncə məktəbidir. Və Türk dünyasına Çinin ortalarından tutduğu gəldi Avropayacan hakim olubdu. Neçə yüzyıl. Hətta bəlkə Osmanlının əleyhinə kodita deyirik biz indi bunu bilirəm, Türkiyədə dərbə deyirlər. Dərbə oluna qədər. Mən onu dərbə bilirəm, mən onu savaş bilmirəm. Mən şəxsən nəzərim beləsidir. O qədərəcən bu dil hakimdir, çox yerdə. Və Sultan Süleymanın da şeirində görürük ki, eyni o cür gəlir. Yəni, sormadın nunla yazmır, kafla yazır. Sormadık nunla yazır. Nun-i qunnə buna deyirlər, amma şeydir, qəmindən, orada da keynə, qəmkündən. Bu fərqlər kopiləmə səhvilərindən, yazının solunməsindən ya da nüsxənin məhəlli tələffuzuna uyğun dəyişikliklərindən qaynaqlana bilər. Məcmuələrdə belə dəyişikliklər çox görülür. Sultan Süleyman Qanuni şeiri ola bilərmi? Məncə xeyr. Sultan Süleyman Qanuni, indi bu Sultan Süleyman Qanuninin də şeirin burada oxusaq cəlib olardı. Yəni məncə bunu da qeydaq əvvəldən hardaydı, o yadıma düşmür ki, harda yazmışdı onu. 40-cı səhifədə olacaqdı. Biz PDF-də 40-cı səhifədə bunu gördük. Əgər eləyə bilsək, biraz o özbüz bunu tapsaq çox yaxşı olar. Mənim o cür yadıma gəlir, amma bura indi neçədir? 38-dir. Bir dənə də gedək dalıya. Bəlkə orada görə bilirik. Əlbəttə, o da ortadan başlayırdı yadıma gələn. Yox, o şeydir. Nizamininki idi. Görüm, onu görə bilsək çox yaxşı olar. Onu oxuyaq, onu kamil şeirin burada versək yaxşı olar. Ha, budur. Tapdıq.
perişan halın oldum. Şöyle burada tazaşdan onu da verək. Aşağıda bir şeir oxuram. Biraz da yavaş oxuyacağam ki, sən onu eləyə biləsən ki, kamil eşidəsən. Uca da oxuyacağam. Onu mənim üçün ərəb əlifba ilə yazar mısın sonra? Əvvəlcə latin əlifba ilə yaz, sonra ərəb əlifbası ilə də yaz. Bu şeir kimlə olmasını axtarıram ki, onu bulalım. Perişan halın oldum, sormadın hali perişanım. Qəmündə dərdə düşdüm, qılmadın tədbir dərmanım. Nə dərsən ruzigarım, böyləmi getsin gözəl xanım? Gözəl xanım, əfəndim, sevdicim, dövlətli sultanım. Əsir dam eşqün olali, səndən vəfa görməm. Səni hər qəndə görsəm, əhli dərdə aşina görməm. Vəfa və aşinalıq tərkini səndən rəva görməm. Gözəl xanım, əfəndim, sevdicim, dövlətli sultanım. Dəgər hər dəm o vəfasız çərxiyanından bana bin oq. Dəgər hər dəm vəfasız çərxiyanından bana bin oq. Kimə şərh eyləyim, kim? Mihnətu, ənduhu dərdim çox. Sana qaldı mürüvvət, səndən özgə heç kimsəm yox. Sənə qaldı mürüvvət, səndən özgə heç kimsəm yox. Gözəl xanım, əfəndim, sevdicim, dövlətli sultanım. Gözümdən dəmbədəm bağrım azıb yaşım gibi getmə. Gözümdən dəmbədəm bağrım əzib yaşım kimi getmə. Səni tərk etməzəm, çün tən bəni sən dəxi tərk etmə. İykən həm zalim olma, iykən həm zalim olma, mən gibi məzlumu incitmə. Gözəl xanım, əfəndim, sevdicim, dövlətli sultanım. Fəta köklüm nədən bu zülmə bidadə rağibdir? Qəti də oxumaq olar. Qəti köklüm nədən bu zülmə bidadə rağibdir? Gözəllər sən təki olmaz vəfasından nə vacibdir? Sənin tək nazəninə nazənin işlər münasibdir. Gözəl xanım, əfəndim, sevdicim, dövlətli sultanım. Nəzər qılməzsən əhli dərdi, gözdən aqdığın selə. Yamanlıqdır işin uşşaq ilə. Yaxşı midir böyle. Gəl ilahi sorsan bəndəna, cor etmə, lütf eylə. Gözəl xanım, əfəndim, sevdicim, dövlətli
sultanım. Burada o kəlmə ki vardı, Fuzuli mən görürəm, amma ola bilər ki, məhbubi ya məhsubi olsun. Amma bunu bilmədim. Onun üçün mən Fuzuli oxuram. Fuzuli şive-i ihsanın əsiri bir cedayündür. Dirildikcə də ola bilər. Dirildikcə sən köyün olanda xaki payündür. Gərək öldür, gərək qoy hökmün rəy-rəyündür. Gözəl canım, gözəl xanım, əfəndim, sevdigim, dövlətli sultanım. Görək ki, burada nə deyir və bununla da istəyirəm qurtaram, çünki çox uzun oldu. Özüm də bu günləri biraz da çalışmışam. Bəli, sizin oxumaqla verdiyiniz mətn əsasında təxmin etmədən eşidiliyi qədər ücəl atın, sonra da ərəbcə əlifba ilə yazdım. Ərəb əlifbası ilə yazıb, çox gözəl. Mühüm bir nöqtə. Son bəndəki təxəllüs sizin səs yazınızdan %100 yəqinliklə oxumaq mümkün deyil. Mən eşitdiyimə əsasən Fuzuli yazdım. Amma o məhbubi, mühibbi, mücibbi ya başqa bir təxəllüs da ola bilər. Əgər sizin bu bəndin yaxud bütün şeiri səs faylı kimi göndərsəniz, mən Osmanlı tələffüz və xətti təcrübəsi ilə təxəllüsü daha dəqiq oxuyub şairin kim olduğunu araşdıraram. Tamam, indi bu qədər qalsın. Biz bu kitabı bir iş görəcəyik. Əlan bunu beləsi açacağıq və əlbəttə kaş beləsi eləyəydik. Bunu çıxaq buradan. Kitabı çevirək. Tamam. İndi biz bunu açsaq kitabdan əkslərini salaq. Bir neçə dənə. Bu 1. Bu 2. Gedək o 40-cı səhifədən də elə onu burada fəqət səhifələr görsənmir. Cəlibdir ki, burada bu cırıq da düşübdür, bu da düşsün. Müxəmməs, təxmis, Qəzəl Baqi, təxmis filan. Əgər eləyə bilək bunu, buradan da əks salaq ki, görsənmir çoxu. 93, mən çox gəldim bu fikir edirəm ki, 75-də zəddə gələ şeydən salaydıq. Altmış bire gəldik. Orada 80 olacaqdı. 80 durumda gərək o şeiri görəydik. İstirdim ki, ondan da bir əks salaq görsün. Aha, buradadır. Əks elə buradan salaq. Bu şeirdən hər iki səfəsindən əks salaq. Buradan təqribən şeirin əvvəli buradır, amma mən buradan salım. Hər iki tərəf düşür. Bu qədər görər. Gedək. Burada da rəngi var. Buradan da rəhliyib. Da bizim dərdimizə dəyər bəlkə. Bu da kitabın bu başlanan yeridir və ən sonu da buradır. Təəssüflə bu kitabın tarixini tapa bilmədik. Amma indi bunu, bu əksləri ki saldıq, bu əksləri verməklə eləyə bilərik ki, bunlardan istəyək bizə desinlər ki, bu kitab mən bunu gərək edit eləyəydim əvvəl. Gedək əkslərdə edit eləyək ki, bu qəşəng görsənsin. Amma bilmədim neçə əks salmışıq. Baxaq, görək ki, buradan baxsaq, açsaq görünər. Bu deyil. Bu da deyil. Buradan başlayaq. Tamam, buradan indi biz bunu edit eləyək. Edit eləyək. Görək ki, əlbəttə heç editə də ehtiyacı yoxmuş zahirən.
Beləsi qoyaq burada. Editə ehtiyacı yoxdur. O qədər şey deyil. Tamam, o qədər şey deyil. Amma demək olar ki 1, 2, 3, 4, 5, 6. Aha, buradan düşür. Tamam. 64-cü əksdən verəcək bura. Tamam. Bu ayrı bir şeydi. 64-cü haraydı? 4, 6, 7. Əgər bunu belə qoyaq, neçə əks oradan idi, ona bir baxsaq. Mən onu baxsaq, oradan tapsam. 6, 8 əksidir. Tamam, 8 əks almışıq. Biz bu 8 əksdən getmiş oranı salmışıq. İndi buradan salaq bu əksləri. O 4, bu da 4, 8. Tamam, bunlar getsin bura. Və bizə bunlardan cavab istərik. Görürük ki, bu kitabın ömrü nə qədərdir. Mən bunu burada